Sabahınız xeyir olsun. Saat hal-hazırda 5-dir və Gəncə şəhəri. Nəsə yuxu tutmadı. Mən də dedim şəhərin görüntüsünü çəkim belə sizlə. Və çox qəşəng hava var burada. Mən paltarları evdə quruduram və paltar ısacağım zaman otağın pəncərəsini açıq saxlayıram ki, paltar quruyarkən yaranan nəm qoxusu evdə qalmasın. Əslində evin balkonu var və asılqanı balkona da qoya bilərəm. Sadəcə hava elədi ki, külək olur. Balkonu tez-tez təmizləməyimə baxmayaraq tozlanır. Mənim də heyfim gəlir təmiz paltarları balkona yığmağa. Mən çox istifadə etmədiyimiz otağa sərirəm paltarları və beləliklə heç bir problem də olmur bizim üçün. Bu gün biraz təmizlik, biraz da toy geyimlərimizlə bağlı qarışıq bir vlog çəkirəm. İnşallah ki, bəyənərsiniz. Çox xahiş edirəm, kanalıma abunə olmağı unutmayın. 1000 nəfər abunə olmaq üçün dəstək olun mənə. Evlilikdən öncə mənim çox aktiv bir həyatım var idi. Saat 9 və 6 iş rejimi ilə işləyirdim. Bəzən 7-8 arası çıxırdım işdən və oradan sonra da həftəlik 2 fərqli məşqim var idi. Sanda və MMA ilə məşğul idim. Məşqlərim 2 saat çəkirdi və məşqdən sonra evə gəlməyim saat 10-11 arası çəkirdi. Və artıq alışmışdım bu rejimə. Məşqə getmədiyim bir gün elə bilirdim ki, nəsə günah iş görmüşəm, nəsə çatışmır sanki. Həftənin 6 günü bu cür keçirdi. Sadəcə bazar günü istirahətim var idi. O zaman da ev təmizləmə günü məndə olurdu ki, evin işləri ilə məşğul olurdum. Ümumi evin təmizliyi, öz otağımın təmizliyi və özüm üçün bazarlıq eləmək və qalan zamanda isə biraz dincəlmək idi işim. Sizi bilmirəm, amma mən iş saatımdan gec çıxanda çox əsəbləşirdim. Əgər biz gündəlik işimizi yerinə yetirib iş saatımızı doldurmuşuqsa, hansı haqla işçini işdə saxlamalıdır müdür? Nə var ki, gəlib hər dəfə 1 saat ancaq özünü tərifləyib, cibi dolub, amma gözü doymadığı üçün daha çox satış istəyəcəkdi. Anlamırdım bu hansı dərəcədə yetərsizlikdir bu insanlarda. Azərbaycanda ümumiyyətcə bir çox şirkətlərdə bu problemlər var. Və mən isə heç vaxt bu cür insanların boş səs-küyünə gedən və işini itirməmək üçün bütün iş yoldaşlarının arxasından quyu qazan biri olmamışam. Bu cür acizliyi özümə yaraşdırmamışam heç vaxt. Mən qız bürcüyəm və öz zəkama və analiz qabiliyyətimə çox güvənmişəm hər zaman. Qarşımdakı insanların manipulyasiyalarına fikir verməməyə çalışmışam. Hər zaman doğru bildiyim yoldan getmişəm və çox şükürlər ki, heç vaxt da yanılmamışam. Evlilik təklifinə hə deyəndən sonra isə mən bir seçim etdim. Yaşadığım şəhəri dəyişdim, məşqlərdən uzaqlaşdım, yeni həyatımda yeni məşğuliyyətlər tapdım və yeni bir həyat qurduq birlikdə. Və çox şükür ki, hər şey düşündüyümüzdən də yaxşı oldu. Havalar soyuyub artıq və kombini qoşmaq qərarına gəldik. Bunun üçün isə ataplenaların içini təmizlətdik. İnanın yarım saat paslı su axdı və hamam tamam pis günə düşdü. Ona görə də hamamı dərindən təmizləmək qərarına gəldim. Qoxulara qarşı çox həssasam və xlor və yumşaldıcını bir-birinə qatıram ki, evdən xlorun kəskin iyi əvəzinə xoş ətir gəlsin.
Gençlikdə mənə alınan gülləri qurutdum və atmağa əlim gəlmir. Epoksi alıb gözəl bir çərçivə hazırlayıb daima saxlamaq istəyirəm. Çərçivənin ortasına şəkil, kənarlarına isə bu gülləri düzüb üzərinə epoksi tökmək istəyirəm. Bəs siz necə, nişan və ya toy güllərinizi atmısınız, yoxsa siz də hələ də saxlayırsınız? İndi isə gəlinliyimdən danışım sizə. Deməli, uzun müddət nə geyinəcəyimə qərar verə bilmirdim. Əslində kiçik banket olacağı üçün heç gəlinlik də geyinmək istəmirdim. Instagramda bir atelyedəki çəhrayı midi donu bəyənib getdim eynisini tikdirməyə. Orada isə xanımla danışandan sonra gəlinlik tikdirmək qərarına gəldim. Deməli, bu video çəkildiyi zaman ən həyəcanlı zamanlarım idi. Oktyabrın 15-i idi və mən artıq Bakıdan köçmüşdüm. Gəlinliyim isə Bakıda tikilirdi. Dərzim o qədər səmimi, peşəkar və bacarıqlı xanım idi. Gəlinliyimi sadəcə bir həftəyə hazır elədi. Primerkaya isə sadəcə bir dəfə getdim və nə qədər həyəcanlı olduğumu gördü. O isə məni maksimum sakitləşdirdi. Hər şey yaxşı olacaq, əynində mükəmməl qalacaq dedi. Paltarın üst hissəsini tamam dəmir korsetlə yığdı ki, bədənimi toparlasın və əynimə yaxşı qalsın. Bu dönəm mənim üçün o qədər stresli idi. Hər şeyi yoldaşımla özüm edirdim. Maşın almaq, ev tutmaq, Bakıda mənim əşyalarımı köçürmək. Bir tərəfdən də bizim nikah məsələmizlə bağlı Türk səfirliyi, notarius və asan xidmət arasında qalmışdıq. Təsəvvür edin ki, Bakı, Qazax və Gəncə arasında qalmışdıq. Yollardan tamamən bezmişdik. Gəlinliyim hazır idi. Mənsə artıq rayona köçdüyüm üçün gedib götürə bilmirdim və son anda dərzim rayona getməli oldu. Mən isə gəlinliyimi mütləq şəkildə götürməli idim. Son anda məcbur qalıb yaxın rəfiqəm İlahədən xahiş elədim. Hər zaman yanımda olduğu kimi bu halda da dəstəyini əsirgəmədi, çox sağ olsun. Və gəlinliyimi dərzidən o götürdü. Biz isə sənədlərlə bağlı 10 gün sonra səfirliyə gedən zaman rəfiqəmdən götürdük. Bu dəfə isə səfirlikdə işimiz o qədər uzandı ki, axşam oldu və rəfiqəm hər zaman oturduğumuz bir məkana qoydu. Ancaq saat 8-in yarısı gedib götürə bilmişik. Və çox şükür ki, bu sıxıntılı, stresli dönəmlər artıq bitdi. Təsəvvür edin ki, gəlinlik tikilib, amma mən geyinib yoxlamadım. Bir dəfə belə olsa geyinmədim. İlk dəfə toy günü geyindim və şükürlər olsun, tam istədiyim kimi oldu əynimə. Son halım belə dərzi görüntülü yığıb göstərdi mənə gəlinliyinin.
Tam olaraq göstərmək istədim sizə. Onu da deyim ki, çox ağırdır və bir xeyli çəkisi var. Mən daha qabarıq durmasını istəyirdim əynimdə. Ona görə də ətək hissəsinə altından qabarıq qalması üçün sineklik deyilən bir material var və o parçadan əlavə etməklərini istədim. Dərzi isə razılaşmadı mənlə. Astarının sərt material olduğunu dedi və əgər sineklik tikərlərsə çox qabarıq və səliqəsiz görünəcəyini söylədi. Parçanı çox bəyənmişdim. Qaşlı bir haldaydı. Əslində mənim seçdiyim parça tamam fərqli bir şey idi. O parçanın özü naxışlı idi. Sonra o parçadan qalmadığı üçün məcbur dərzim bir neçə parça mənə göndərdi. Var idi orada daşlarla olan parçalar. Onlar isə düşündüm ki, daha böyük yaşlı insanlara uyğun olar o daşlı parçalar. Mənə uyğun olmaz deyə. Sırf bu həm də çox zərif mənim gözümə gəldi. Düzdür, qaşları tökülür biraz. Ona çox üzülürəm qaşların tökülməyinə. Toyda maşında belə oturanda, ayağa qalxanda maşın tamamilə qaş idi, paltarın qaşı idi. Ona görə çox üzülürəm. Biraz buradan bu qol altı hissəsindən burada görürsüz qaşlar biraz tökülüb. Amma parça özü həqiqətən çox keyfiyyətlidir və çox keyfiyyətli tikilib. Olsun, əsas odur, çox gözəl qaldı mənə və tam istədiyim kimi bir şey oldu. Və bunu bunun arxasına qoymaq üçün də iplər bağlanandan sonra arada boşluq qalmasın deyə dərzim belə bir parça mənim üçün göndərmişdi paltarın üstündə. Arxası isə bu cür iplidir, ipli vəziyyətdədir. Toplamaq üçün. Dərzim belə bir tüldə qoydu mənə, bu qədər qoyub. Sinə hissəsində biraz açılıb bir hissə var. Dedi, əgər bunu bağlamaq istəsən, bunu sənə əlavə olaraq qoyuram ki, sinə hissənə bağlayarsan. Mənim deməli bəyənib dərziyə göndərdiyim paltar elə idi ki, onun sinə hissəsində belə uzun tül var idi. Şəklini qoyacağam, baxarsınız tam olaraq. Uzun tül var idi və o paltarın formasında tikdiyi əslində. Amma parça fərqli oldu. Sinə hissəsi də baxdım ki, çox açıq deyil, normal qaydadadır. Mən bunu istifadə eləmədim. Bunu istifadə elədim arxa kürək hissəmə, çünki saçım qısa idi. Kürək hissəmi tutsun deyə bunu mən istifadə elədim. Belə. Donun öz tülündəndir. Burada deməli uç hissədən, ayaq hissəsində kablokum ilişdi. Burada bir damcı belə yırtıldı. İndi bunu tikəcəm əlimdə. Ağsapla tikəcəm qəşəng olsun deyə, tam cırılmasın. Düşünürəm ki, mən başqa yerdən prokata gəlinliyi əgər götürsəydim, ona bir damcı belə yırtıq olsaydı, nəsə, o gəlinliyi yəqin ki, mənə ödətdirərdilər. Yaxşı ki, öz gəlinliyim olub, belə bir problemlə də qarşılaşmamışam. Çox uzun deyil əslində, tam olaraq topuğumdandır. Çox uzunluğu yoxdur. Sadəcə orada biraz hündür yer var idi. Oranı çıxanda ayağıma ilişdi, belə yırtıldı. Olsun, əsas odur, can sağlığı olsun, problem deyil. Bəy kostyumunu Trendyoldan sifariş etdik. 2 həftəyə bizə çatdı. Köynək xarici dəst olaraq gəldi. Pencək, yelək, şalvar və boyunluğu daxilidir dəstə. Dəstə 200 manat ödədik və ağ köynəyi isə Metroparkdan Jacquemin mağazasından 135 manata aldıq. Köynəyin parçası göz yaş damlası adlanır və keyfiyyətli olduğu üçün bu qiymətə idi.
Yoldaşımın toy üçün aldığı ayaqqabılar bunlardı. Bunlar isə Gəncədən almışdı. Tam qiyməti yadımda deyil. Özü almışdı, ona görə yadımda deyil. Bunlar isə mənim gəlinliyin altından geyindiyim ayaqqabılardı. Toy ayaqqabılarımdı. Tabanı bu cür qalın aldım ki, rahat olsun mənə geyinmək. Bunları 50 manat almışam. Bu arada toy şəkillərimiz və diskimiz gəlib artıq. Toyda bütün qonaqlar, yaxın qohumlar olduğuna görə çəkdirdiyimiz bütün şəkilləri almışıq demək olar ki. Bir hissəsini isə sizinlə paylaşıram, maraqlı olar deyə. Qaynanam Türkiyədən bizə tarhana gətirib və biz də ondan belə bir şorba hazırladıq. Düzdür, mən buna biraz deyəsən salça çox tökdüm. Biraz rəngi çox qırmızı olub. Amma dadı çox qəşəngdir. Bunu hazırlamaqda biraz zəhmətli bir işdir. Qurusunu da göstərəcəm sizə. Quru halda gətirib bizə. Amma dadı həqiqətən çox gözəldir. Bu qədər dadlı ola biləcəyini tarhananın mən təsəvvür eləməzdim. Tarhananı hazırlamaq üçün deməli öncə buğdanı yuyub dəyirmana göndərirlər. Dəyirmanda qabığından təmizlənir. Təmizlənmiş buğdanı qaynadırlar. Qaynayıb tam hələ hala düşəndən sonra isə qatıqla qarışdırıb sərirlər. Sonda isə quruyur və chips halına düşür. Bu da quru halda olan tarhanadır. Bizə bu halda gətirib qaynanam. Və chips kimidir. Onlar bunu belə chips şəklində də yeyirlər. Evə bir qonaq gəldimi ya özləri chips kimi belə servis edib yeyirlər. Bunu bişirməzdən öncə biz islatdıq. Bir saata yaxın təxmini qazanda islatdıq, yumşaldı. Tam olaraq necə hazırlandığını bilmirəm, amma bilirəm ki, özü hazırlamışdı. Tam olaraq necə hazırlandığını da qaynanamdan soruşub yazacağım sizin üçün. Belə chips halında mən çox bəyənmədim açığı. Chips halında yeyə bilmədim. Biraz belə turş dadı var. Biraz yox, bayağı bir turş dadı var. Turş halda belə yeyə bilmədim, amma şorbası dəhşət dadlıdır. Bu da qaynanamın gətirdiyi biber salçasıdır. Türkiyədən gətirib bizim üçün. Bunu da özü hazırlayıb. Onlar demək olar ki, salçanı çox istifadə edirlər. Bütün yeməklərdə salça çox istifadə edirlər. Hətta mən yoldaşıma dolma, bizim dolmanı bişirəndə deyir, bunun içində salça yoxdur, kəşki biraz salça tökərdin. Yəni orada belə salçadan istifadə edirlər. Biz çox salça istifadə eləmədiyimiz üçün mən belə bir qaba boşaltdım, balaca bir qaba boşaltdım və yeməklərə falan istifadə eləmək üçün bu qabdan mən götürürəm. Bir qaşıq falan tökürəm və çox rəngi həqiqətən çox qırmızı olur. Deməli salçanı hazırlamaq üçün pomidorun qabığını soyurlar, qaynadırlar.
Tam suyu çəkiləndən sonra isə blenderdan keçirdib pürüzsüz hala gətirirlər və alınan məhlulu günün altına sərirlər, tamamilə quruyana qədər saxlayırlar. Tamam quruduqdan sonra isə bu cür qablara yığıb saxlayırlar. Deməli, istifadə eləyəndə bunun ağzı barlanmamaq üçün hər səfər yox, 4-5 dəfədən biraz duru yağ əlavə edirəm üstünə. Və onu üstünə belə çəkirəm duru yağı ki, bunun ağzı barlanmasın. Marketdən alanda, tomat falan biz alanda üstündən bir 3-4 gün keçməmiş ağzı barlanır. O çox sulu olur, amma bu deməli kıvamı çox qurudur. Çox tündür, belə də göstərim. Tam videoda görünmür, amma çox belə quru bir şeydir. Və üstünə bir çay qaşığı falan sıvı yağ, duru yağ tökürəm. Belə üstünə çəkirəm, ağarmasın deyə. Belə hələ ki 1 aya yaxındır gəlib. Hələ ki heç bir ağarma falan yoxdur. Bunu evimizin yanında bir köşkdə bir xala satır. Belə hazırlayıb satır. Burada 1 ədəd medovik tortdur, 1 ədəd bilinçik və kartoşkalı piraşki bir dənə də belə kotlet. Çox təmiz yerə bənzəyirdi, ona görə aldım. Bunun hamısına 1 manat 80 qəpik verdim. İnşallah dadına baxacağım, görək necədir. Bunların içindən medovik tortu və piraşkini bəyəndim. Bilinçik isə krep yox, lavaş idi. İçinə də ət əvəzinə doğranmış sosis var idi. Kotlet isə çox yumşaq idi. Çox güman ki, toyuqdan hazırlanmışdı. Vlogumu bura qədər izlədinizsə, çox sağ olun, təşəkkür edirəm və gün batımı ilə sizinlə sağollaşıram. Hələlik.